İstəklərinizi müəyyənləşdirsəniz belə, bu cür terapiyaya müraciət etsəniz, yenə də heç bir psixoloq sizə bir seansa və yaxud da bir neçə seansa sağalacağınıza vəd verə bilməz. Sağalmaq sizin üçün nə ifadə eləyir? Buna baxmaq lazımdır və nə zamandan bəri bu davam edir. İlk seans hər pasiyent üçün fərqli ola bilər. Bəzi pasiyentlərin danışmaq ehtiyacı olduğu üçün onlar problemləri ilə üzləşdikdə və yaxud da problemlərini danışdıqdan sonra daha rahatlanmış hiss edə bilirlər. Lakin bəzi pasiyentlər isə problemləri ilə üzləşməkdə çətinlik çəkdiklərinə görə və yaxud da bu problemlər onlar üçün daha ağrılı olduğu üçün ilk seansda daha da özlərini gərgin, narahat hiss eləyə bilərlər və bu tamamilə normaldır. Hər bir pasiyentin hekayəsi fərqlidir. Hər bir pasiyentin öz xarakteri, xüsusiyyətləri var, öz sinir sistemi var. Hər problem üçün fərqli metodlar işlənilir. Əslində sağalmaq dedikdə sizin əsas ehtiyacınız özünüzlə əlaqə qurmağınızdır. Ağrılı həyat hekayənizi dəyişib daha gözəl bir hekayə yazmaq və daxili sülh və harmoniyada olmaq ehtiyacından yaranır.